يحسب أن ماله أخلده. Yox. Ağlatma getməsin orada. Yəhsəbu ən يحسب أن ماله أخلده. Aynı oxşamaq istəyir o Abdurrahman. Ona diqqət elə. Düzgün çıxart həmzəni. Yəhsəbu ən يحسب أن ماله أخلده. yox, dəh. Yəhsəbu ənnə mələhu əxlədə Luməzə يحسب أن ماله أخلده. Biraz o hələrin üzərində məşq edəcəksən. Qeyd elə bir yerə. Hələr həyə oxşuyur. Onun üzərində məşq edəcəksən. Birinci məşqin olacaq. Bütün ayə sonundakı kəlmələri təkrarlayaraq. Surənin adı başda gəlir. Luməzə Addədə Əxlədə Hutaməh Muqadə Əf'idə Muqsadə Müməddədə. Bu cür məşqdir. Üçüncü ayəmiz. Burada yenə ikinci məna yönlü vurğu. Xeyr. Budur mənacı tərcüməsini desək, vurğu belə olacaq. Xeyr. Kəllə fasilə verirsən. Hüsn-i ədada başqa cürə gedir, mücavvətdə başqa. Hüsn-i ədada nümunəsini versək, Yəhsəbu ənnə mələhu əxlədə Kəllə ləyunbəzənnə fil hutaməh və mə ədrəkə məl hutaməh. Bir-birinə əlaqəli deyil, üçündə oxudum. Mücavvətdə neynəcək? Sadəcə fasiləni verəcək, biraz da sərt vurğu. Sonra lazım olacaq bizə, indidən öyrənirik bunu Abdurrahman. Keçən dərslərimdə demişdim sənə. Bu neçənci olur artıq bizim? Bizdə Nasırda dedik, Kəvsərdə dedik, Məunda dedik. Bu 4 olur, səhv eləmirəmsə. Hələ Asırda var, yox, Asır 4, bu 5. Kəllə ləyunbəzənnə fil hutaməh. Buyur. İkisini bir arada oxu ki, ayə bitdikdən sonra növbəti kəlməni necə başlayacaqlı biləsən. Yəhsəbu ənnə mələhu əxlədə Kəllə ləyunbəzənnə fil hutaməh. Buyur. Tamam. يحسب أن ماله أخلده. كلا لينبذن في الحطمة. Sağ ol, afərin, əhsənt. Ləyunbəzənnə, zə, pərtəydə orada, ona diqqət elə. Bir də, iki ayəni bir də oxu. يحسب أن ماله أخلده. كلا لينبذن في الحطمة. Tamam.